Bağışlayan ve mehriban Allah'ın adıyla. Əziz müsəlmanlar, bu gece Allah Təbarək və Teala'nın müqəddəs kitabımız Quran-ı Kərimdə bizə vədə verdiyi 1000 aydan üstün olan və fəzilətli olan 80 ildən yuxarı bir ilin ömrünə bərabər olan müqəddəs gecə, Quranın nazil olduğu gecə, günahların bağışlandığı gecə, həm də müqəddəratımızın, taleyimizin bir illik müddətə həll olunduğu, təqdir olunduğu bir gecə. Bu gecə müqəddəs Qədir gecəsidir. Hamı istiğfara, duaya, Allahın dərgahına tələsirlər. Müqəddəs Qədir gecəsində biz Allah Təbarək və Teala'dan nə istəyək? İlk növbədə Allahdan tövbələrimizi qəbul olunmasını diləməliyik. İstədiyimiz və təmənna edəcəyimiz şeylərdən biri də afiyet və salamatlıqdır. Afiyet sözün əsl mənasında salamatlıq, hər şeyin yaxşısı deməkdir el dilində. Həm dünyamız, həm mənəvi aləmimiz, həm dinimiz, həm aqibətimizin afiyetli olmağını Allah'tan istəyib arzu etməliyik. Üçüncü şey ki Allah'tan istəyə bilərik bu gecə halal ruzidir. Bu gecə istənilən şeylərdən biri də uzun və bərəkətli ömürdür. Ata-anamız üçün, valideynlərimiz üçün fərq etməz onlar sağdırlar yoxsa dünyalarını dəyişiblər. Dua etmək, onların bağışlanmasını istəmək bu gecənin əməllərindəndir və gözəl dualarındandır. Nəhayət, bir-biriniz üçün, mömin qardaşlar üçün, möminələr üçün dua etmək də müstəhəb əməllərdəndir. Əzizlərim, bu gecə həm də möminlərin əmiri, birinci imamımız Həzrəti Əli ibn Əbi Talib əleyhissalamın şəhadət gecəsidir. Şəhadət günü münasibəti ilə İmam Zaman başda olmaqla bütün əhl-i beyt sevərlərə başsağlıq ərz edirəm. Əli kim idi? Həzrəti Əli əleyhissalam ilk növbədə bütün işlərini Allah'a xatir görən, əncam verən və Allah'tan başqasına heç vaxt ibadət etməyən bir şəxsiyyət olmuşdu. Əli kim idi? Əmirəl-Möminin ədaləti ilə məşhur olan bir şəxs idi ki, hər bir şeyi öz yerində qərar verərdi. Əli kim idi? Əmirəl-Möminin haqq tələb bir insan olubdur. Əgər bir şeyin haqq olduğunu bilsəm, heç vaxt onun müdafiəsindən uzaq qaçmaram. Daim o haqqı müdafiə edərəm. Əli kim idi? Əmirəl-Möminin Qur'anla yaşayıb, Qur'ana əməl edən bir şəxsiyyət olmuş. Sözün əsl mənasında isə canlı bir Qur'an idi. Nəhayət, Əmirəl-Möminin kim idi? Əli insanları və insanlığı sevən bir şəxsiyyət olmuşdu. Allah qiyamət günündə bu böyük şəxsiyyətin şəfaətini bizlərə nəsib etsin inşallah.